Mən Bəkirov Şükran Əskəroğlu Ucar rayonu Təzəkilyan kənd sakini. Uzun müddət dəmir yolunda çalışmağıma baxmayaraq 98-ci ilin oktyabr ayının əvvəlindən 2017-ci ilin mart ayının əvvəlinə kimi müxtəlif sahələrdə çalışmışam. 2017-ci ilin mart ayının əvvəlindən rəhbərliyin dəvəti ilə Hazqabul Ləki Balakən sahəsi üzrə qərb sahəsinin sahə inspektoru vəzifəsinə təyin olunmuşam. Lakin buna baxmayaraq rəhbərliyin göstərisini layiqincə daimə əməl etmişəm. Lakin deməli 2025-ci ilin mart ayının 3-də bizə imtahan olunmuş, imtahana layiqincə cavab vermişəm. Lakin buna baxmayaraq Yurtdaşımalar Departamentinin rəisi Samir Həziyev, Orxan Quliyev, İnsan Resursları şöbəsinin rəisi, Hərəkətin Təhlükəsizlik şöbəsinin rəisi Fuad Əhmədov, Yurtdaşımalar Departamentinin rəisi Bəşir Əsədov, həmən bu Bəşir Əsədovla Fuad Əhmədovun göstərişlərinə, sözlərinə uyaraq Samir Həziyev, Orxan Quliyev İnsan Resursları şöbəsinin rəisi mənim xəbərim olmadan, mənim heç bir razılığım olmadan məni işdən azad edib başqa bir vəzifəyə keçiriblər. Lazımı olan yerlərə qədər müraciət eləmişəm, lakin mənim müraciətimə baxan yoxdur. Dəfələrlə cənab sədrin qəbuluna girmək istəmişəm, Sevil Ələsgərova və müxtəlif şəxslər mənə icazə vermirlər ki, mən lazımı olan sözləri cənab sədrə Rövşən Rüstəmov cənablarına mən çatdırım. Lakin buna baxmayaraq, bir neçə dəfələrlə şəxsən məndə sübutum da var. Fuad Əhmədov mənə deyir ki, Bəşir Əsədovla bir yerdə sən haralara müraciət eləsən də sənin müraciətinə baxılmayacaq, oturduğun yerdə. Lakin mənə imkan vermirlər ki, mən sadəcə olaraq cənab Rövşən Rüstəmov cənablarının qəbuluna gedim. Xahiş edirəm, mən dəfələrlə yazmışam, dəfələrlə müraciət eləmişəm, lakin mənim müraciətimə baxan yoxdur, əks halda mənə cavab verirlər. Xahiş edirəm, bu haqda mənə köməklik etmənizi xahiş edirəm. Saxladı olun.